Salam dəyərli şagirdlər və MİQA sertifikasiya hazırlaşan dəyərli üzvlər. Gəlin belə bir qəbul sualına baxaq. Deməli, məsələdə bizə deyir ki, yağ maddəsi verilir. 1 molunun tam yanmasından alınan maddələrin mol sayı 57 mol CO2 ilə 52 mol sudur. Yağın tərkibinə eyni karbon turşusu qalğı daxildirsə, turşu molekulunda sp2 hibrid halında olan karbon atomlarının sayını müəyyən etməyi bizdən tələb edir. Deməli, X1 yağ maddəsi yandıqda 57 mol CO2 ilə 52 mol su əmələ gətirir. Biz də bilirik ki, yağın formulu necədir? CH2O, CO, CHO, CO, CH2O, CO. Bizə deyir ki, eyni karbon turşusu qalğı daxildirsə, demək ki, radikallarımız eyni olacaq. Fikir verin, yağ yanandan sonra 57 mol CO2 əmələ gəlirsə, sağ tərəfdən 2 dənə karbon var, 57 dənə karbon var CO2'nin tərkibində, düzdürmü? 57 dənə karbon varsa, deməli yağın tərkibində də 57 dənə nə olmalıdır? Karbon olmalıdır. Bu belədir. Daha sonra hidrogenlərə baxıram. 52-ni 2-yə vuranda 104 dənə hidrogendir. Deməli tərkibində 104 dənə hidrogen olmalıdır. 57-dən çıxıram, yağın tərkibində R1'ləri saymasam. Nə qədər karbon var? 6 dənə karbon var. 57-dən çıxıram 6-nı bizə verir 51. Yəni 3 dənə R1'in tərkibində cəmi 51 dənə karbon atomu var. Bunlar eyni radikaldırsa, deməli 51'i böləcəm neçəyə? 3'ə böləcəm. Deməli hər birində 17 dənə karbon var. Daha sonra baxıram hidrogenlərin sayına. 104 dənə yağın tərkibində hidrogen olmalıdır. 2 1, 2. 5 dənə hidrogen var. 104'dən də çıxıram 5'i. 99. 99 da bölürəm yenidən 3'ə. O da bizə verəcək 33. Deməli C17 H33 imiş radikalımız. Deməli ki, yağın tərkibinə daxil olan turşumuz olein turşusunun qalığıymış. Biz də bilirik ki, olein turşusunda 2 dənə karbon arasında bir dənə pi rabitəsi olduğu üçün 2 dənə karbon sp2'dir. Burada 2 dənə karbon sp2'dir. Burada da 2 dənə karbon sp2'dir. Daha sonra bilirik ki, CO-nun tərkibindəki karbonlarımız da sp2 olacaq. İndi bizdən sp2 karbon atomlarının sayını soruşduğuna görə bir dənə burada, düzdür, 2 dənə də burada, bir dənə, 2 dənə, bir də 2. Cəmi neçə eləyir? 6 plus 3, 9 dənə deməli karbonumuz sp2 imiş. Cavab olacaq 9.